Çində kömür mədənində baş verən qəzada 90-dan çox insan həlak olub. Şimali Çin əyalətinin Şansi əyalətində ciddi qəza baş verib. Çançi şəhərindəki kömür mədənində əhalisi təxminən 3,3 milyon, qaz partlayışı nəticəsində ən azı 90 nəfər həlak olub. Hələ də neçə nəfərin yer altında qaldığı və partlayışa nəyin səbəb olduğu məlum deyil. Bu səhər tezdən mədəndən 247 nəfərin çıxarıldığı, o cümlədən 8 nəfərin həlak olduğu bildirilib. Lakin tezliklə ölənlərin sayı kəskin şəkildə artıb. Xinhua agentliyinə istinadən xəbər verir ki, qəza cümə axşamı baş verib. Hadisə zamanı yer altında 247 işçinin olduğu güman edilir. Hadisə yerində karbon monoksid səviyyəsinin məqbul hədlərdən yuxarı olduğu bildirilir. Mediada yayılan məlumatlara görə mədən 3 növbəli qrafiklə işləyirdi və qəza növbə dəyişikliyi zamanı baş verib. Dünən axşamdan bəri xilasedicilər və təcili yardım xidmətləri həm yerüstü, həm də yeraltı intensiv işləri davam etdirirlər. Çin prezidenti Xi Jinping hakimiyyət orqanlarını qurbanların müalicəsi və axtarış xilas etmə əməliyyatlarının aparılması üçün səylərini əsirgəməməyə çağırıb. O, həmçinin qəzanın səbəbinin ətraflı araşdırılmasını əmr etdi. Hazırda hadisə yerində çoxsaylı xilas etmə xidmətləri və könüllülər yerləşdirilib. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.